Fonetik, leksik, qrammatik. Hansı düzgün yazılışı və düzgün tələffüzün tələb edir? Fonetik. Düzgün yazılış və düzgün tələffüzü tələb edən normamız hansı oldu? Fonetik oldu. Sözün mənasına bələd olub, onu yerində düzgün işlətməyi tələb edən norma leksik norma, düzdür. Daha sonra, yaxşı, sözlər və cümlələr arasında düzgün əlaqəni bərpa edir. Qrammatik norma. İndi başlayırıq Gövhərdən. Gövhər, sən deyirsən mənə, söz dırnaq işarəsi içərisində yazılmalıdır, ancaq yazılmayıb. Hansı norma pozulub? Orfoqrafik. Orfoqrafik norma, düzdür. Bəs nələr dırnaqda yazılır? Ondan danış mənə, Aysun. Qəzetlər, jurnallar, Qəzet adları 1, jurnal adları 2, medal, orden adları 3, Film adları. film adları, Poema falan. əsər adları, düzdür. Bunlar dırnaq işarəsi içərisində yazılır. Yazılmasa, orfoqrafik norma pozulmuş olacaq. Xüsusi isim cümlənin harasında böyünə yazılır, Raul? Hər yerində. Hər yerində. Əgər cümlənin ortasında xüsusi ismi kiçiklə yazmışamsa, orfoqrafik normanı pozmuş oluram. Məsələn, yer kürəsi haqqında nəsə yazıram və cümlənin ortasında mən bunu kiçiklə yazmışam. Deməli, orfoqrafik norma pozulmuş olacaq, düzdür. Transkripsiya içərisində qonaqlı sözünü bu cür yazmışam. Qonaqlı. Normanı pozmuşam mı? Bəli. Yəni, orfoepik normanı pozmuşam. Bunun tələffüzü nə olmalıdır? Qonaqlı, x olmalıdır. Bəli. Bəli, x səsini olmalıdır. Tələffüzü səhv yazdığım üçün orfoepik normanı pozmuş oluram, düzdür. Daha sonra sən deyirsən mənə, yox, Kənan mənə deyir, sıra sayını rum rəqəmi ilə, cümləmdə rum rəqəmindən istifadə etmişəm və defis işarəsi qoyub C yazmışam. Norma pozulub mu? Hansı norma? Orfoqrafik. Amma necə olmalıdır əslində? Heç yazılmamalı, özü bilir də, rum rəqəmindən. Düz deyirsən. Bəli, rum rəqəminin özü elə sıra sayı mənasını, sıra bildirir deyə, orada bizim əlavə defis işarəsi qoyub, C şəkilçisini yazmağımıza ehtiyac yoxdur. Daha sonra, Əlhəm, sən deyirsən mənə, bir defis nici yazmışam. Bir nici. Düz yazmışam, səhv yazmışam. Necə olmalıdır? Bir, Əlhəm, bir, defis qoyuram, qoymuram. Defis, C, ayson. Belə olmalıdır. Necə yazmışamsa, hansı normanı pozmuşam? Orfoqrafik normanı pozmuşam, düzdür. Nuray, sən deyirsən mənə, məsələn, dıl xəbərli şəkilçisindən istifadə etmək istəyirəm sözümdə. Qələmdir, qələmdir. Belə yazmışam, dıl xəbərli şəkilçisi. Norma pozmuşam, pozmamışam. R-nı yazmalıyam. Əgər hərfi yerində düz yazmamışamsa, deməli hansı norma pozulub? Mi, ni, a, Tür. tur yazmışam. Normanı pozmuşam, Aysel. Nə olmalıdır? Norma pozulub, üy olmalıdır. Aysel, üy olmalıdır. Mi, ni, a, tür. Armatur. Düzdür, səhvdir. Nuray. Armatur. Düzdür, səhvdir. Düzdür, bəli. Tutalım, bunu veriblər armatür, üylə. Hansı norma pozulacaq? Orfoqrafik, yəni fonetik norma pozulacaq, düzdür. Daha sonra, sən deyirsən mənə, içmək üçün özümə çay tökürəm, yoxsa çay süzürəm? Çay süzürəm, bəli. Əgər içmək üçün özümə çay tökdüm deyirəmsə, hansı normanı pozuram? Əla, leksik normanı pozmuş oluram. Aysun, sən deyirsən mənə, tutalım, məcazlıq, məcazi söz ifadələr, təsvir ifadə vasitələri, frazemlər, leksik norma pozuntusu sayılır, sayılmır. Əla, leksik norma pozuntusu sayılmır. Daha sonra, sən deyirsən mənə, dedik, qrammatik norma nəyi tələb edir, Raul? Düzgün
İnversiya olmamalıdır. Yəni Sözə və düzgün Sözlər və cümlələr arasında əlaqə. əlaqənin düzgün qurulmasını təmin edir qrammatik norma. Yaxşı. İnversiya nə deməkdir? Deyirsən inversiya olsa qrammatik norma İnversiya pozulur. cümlə özlərinin məsələn mübtəda başda gəlməlidirsə, sonda gəldi inversiya pozuntusu sayılır. Ya da xəbər sonda gəlməlidir, mübtədanın yanında gəlsə, bu da inversiya pozuntusu sayılır. Düzdür. Söz sırası. Cümlə üzvlərinin qəsdən yerinin pozulmasına inversiya deyilir. Düzdür. Bir sıra bir çoxdan sonra Raul. İsim cəmdə olur, təkdə olur. Cəmdə. Cəmdə olmalıdır. Əgər bir sıra məsələ yazmışamsa cümlədə. Qrammatik norma pozuntusu. Düzdür, qrammatik normanı pozmuş oluram. Sən mənə deyirsən, Bayram, deməli, defislə yazılan mürəkkəb sifətdir, amma eyni sözü təkrar eləməyə gəlir. Şirin-şirin, dadlı-dadlı. Bu cür sifətlərdən sonra gələn isim təkdə olmalıdır, cəmdə olmalıdır. Şirin-şirin meyvə, yoxsa şirin-şirin meyvələr? Şirin-şirin meyvələr, cəmdə olmalıdır, düzdür. Yanlış Başqa- adamla belə tanışır. Hə, amma qayda kimi də yadınızda saxlamalıyıq da. Şirin-şirin, dadlı-dadlı, eyni sözün təkrarı ilə yaranan mürəkkəb sifətdən sonra gələn isimlər necə olmalıdır? Cəmdə olmalıdır, düzdür. Daha sonra Kənan, sən deyirsən mənə deməli, şəkilçilərin ardıcılığı, isim və isimləşmiş sözlərə artırılan şəkilçilərin ardıcılığı. Cəm, mənsubiyyət, hal, xəbər. Cəm, mənsubiyyət, Hal, hal, ən sonda da xəbər. Əla. Bəs feillərə artırılan şəkilçi ardıcılığını deyirəm mən Əlhəm. Növ, inkar, xəbərin şəkilləri, şəxs, bir də axırdakı kəmir. Əla, əla. Deməli, növ, feilin kökü əlbəttə başdadır. İndi biz şəkilçi ardıcılığını deyirik də. Feil kökünə artırılır növ şəkilçisi. Daha sonra qrammatiklərdən ən birinci gəlir nə? Mamə, inkarlıq. Ondan sonra feilin şəkillərinin şəkilçiləri düzdür. Daha sonra şəxs sonluğu. Ondan da sonra indi kəmiyyət larlərə ehtiyac varsa yazılır, ehtiyac yoxsa larlər yazılır. Gəldik sənə. Mübtədamız insan anlayışı bildirir və cəmdədir. Larlər var mübtədamızda. Adamdır da, insan, uşaqlar ola bilər, adam aisə. Xəbər, larlər qəbul etməlidir, etməməlidir? Mütləq, bəli, mütləq bu da kəmiyyət şəkilçisindən istifadə olunmalıdırlardan. Bəs heyvan əgər mübtədadırsa? Heyvan olanda həm cəm, həm tək ola bilər xəbər, amma cansız olsa sırf tək olmalı. Əla. Əgər mübtədamız heyvandırsa, məsələn pişiklər, pişiklər, pişiklər. Pişiklər neynir? Miyoldaşır. Düzdür bu belə uşaqlar? Miyoldaşır, düzdür? Düz sayılır. Miyoldaşırlar bəs necə? Ay sol. İkisi də düzdür. Tək də ola bilər, tək deyəndə yəni kəmiyyət şəkilçisi olmaya da bilər, amma larlar kəmiyyət şəkilçisi ola da bilər. Hər ikisi də düzdür. Burada norma pozuntusu yoxdur. Amma pişiklər miyoldaşır. Lar yoxdur. Burada uzlaşma əlaqəsi kəmiyyətə görə pozulub, pozulmuyor. Əla, pozulub. Yəni uzlaşma, kəmiyyətə görə uzlaşma tələb edir ki, mübtədada lar varsa, xəbərdə də lar olmalıdır. Fərqi yoxdur, heyvandır, insandır, cansızdır. Amma norma bunu başqa cür tələb edir. Bəs yaxşı, cansız da olarsa, çiçəkdir, böcəkdir, taxtasıdır, masa. Mütləq bəli, larlər olmamalıdır, kəmiyyət şəkilçisi olmamalıdır ki, qrammatik norma pozulmasın. Əla. Daha sonra başqa nə var? Nə inkarlıq bağlayıcısı? Feil təsdiqdə olmalıdır. Düzdür. Nə inkarlıq bağlayıcısı varsa, xəbər olmalıdır təsdiqdə. Nə yazır, nə oxuyur olmalıdır, eləmi? Nə dinir, nə danışır. Düzdür, səhvdir. Nə gülmür, nə danışmır. Burada artıq qrammatik norma pozulub. Düzdür. Vəssalam, norma sualı bu. Ondan sonra nəyə sual?